Bu ayda İmam Hüseyin əleyhissalamın eşqi ilə özümüzü düzəldək. Sözümü yavaş-yavaş tamamlayıram. Biri var, insan özünü düzəldə bilirsiniz necə? Fikirləşək ki, məsələn, namazı əvvəl vaxtda qılmağın filan qədər savabı var. Bunları oxuyaq, o savablar üçün namazı əvvəl vaxtda qılaq. Biri də var, insan İmam Hüseyni razı salmaq üçün namazını əvvəl vaxtda qılaq. İmam Hüseynin eşqi ilə. Burada şirk yoxdur. Bəziləri bu şirkdir yox. İmam Hüseyin razı qalarsa, hədislərdə var, Allah razıdır insanlar. Əlini duaya qaldırar, Allah da duasını qaytarmaz. Bunun mənası budur, biz savablarımızı bilməyək. Namazı əvvəl vaxtda qılmağın filan qədər savabı var, doğru danışmağın filan qədər savabı var. Savabların hamısını bilək, cil-cil kitab oxuyaq bu arada. Amma deyiblər, hamısı yadımızdan çıxdı. İmam Hüseyin ağaya deyək ki, ağa, sənə görə mən, sənin məhəbbətin üçün mən namazımı bugündən, məsələn, daha diqqətlə qılacağam. Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. De ki, şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm.